xırdabuynuzlu heyvanlarına canavar hücumu olub. Bir neçə heyvanımı tələf eləyib, bir heyvanımı aparıb. Müalicəsini eləyirəm eləməyinə, ancaq bəlkə də mən düzgün eləmirəm. Sabirabadda canavarlar Xəlfəli kəndində təsərrüfatlara hücum edib. Hadisə kənd sakini Mənsur Seydiyevə məxsus təsərrüfatda baş verib. Sakinlərin sözlərinə görə gecə saatlarında tövləyə daxil olan canavarlar 15-ə yaxın xırdabuynuzlu heyvana hücum edib. Nəticədə 5 qoyun tələf olub. Digər heyvanlar isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xırdabuynuzlu heyvanlarına canavar hücumu olub. Ayın 9-u təkrar 13-ü axşam gecə saat 2-dən sonra bir neçə heyvanımı tələf eləyib, bir heyvanımı aparıb. Bununla bağlı müraciət edirəm. Xahiş edirəm, bu vaxtda tədbir görülsün. Ağır vəziyyətdə olan heyvanlarım da var. Gördüm, öldürüb, bastırmışam. Birini aparıb, müalicəsini eləyirəm eləməyinə, ancaq bəlkə də mən düzgün eləmirəm. Xahiş edirik, o barədə Dövlət Baytarlıq Xidmətindən, Ekologiya Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən, Qida Təhlükəsizliyi Agentliyindən bizə köməkdarlıq eləsinlər. Ancaq ümumi fevral ayından bura bizim kənd bu vəziyyətdədir. Məndən də başqa fevral ayından üzü bu ayın 13-ünə qədər bir neçə şəxsin heyvanları tələf edir. Xahiş edirik, bu barədə köməkdarlıq eləsinlər. Kənd sakinləri canavarların yaşayış məntəqələrinin yaxın ərazilərdə görünməsinin ciddi narahatlıq yaratdığını bildirərək, aidiyyatı qurumların təhlükənin qarşısı alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.